Qubanın Alekseyevka kəndində yerləşən 17 nömrəli uşaq bağçasının qarşısında yolun vəziyyəti ciddi narazılığa səbəb olub. Sakinlərin Şimal Newsa danışdıqlarına görə ərazi uzun müddətli baxımsız qaldığı üçün gediş-gəliş xeyli çətinləşib. Valideynlər bildirirlər ki, hər gün övladlarını bağçaya aparıb gətirərkən əziyyətlə üzləşirlər. Xüsusilə yağışlı havalarda yol daha da keçilməz hala düşür. İri çalalar su ilə dolur və hərəkəti demək olar ki, mümkünsüz edir. Sakinlərin ifadəsinə görə yolun vəziyyəti ələk və ya aş süzəni xatırladır. Demək olar ki, bütün ərazi xırda və iri çuxurlarla örtülüb. Bu isə həm piyadalar, həm də nəqliyyat vasitələri üçün təhlükə yaradır. Qeyd olunur ki, sözü gedən ərazidə uzun müddətli heç bir əsaslı təmir işləri aparılmayıb. Çalaların sayı günbəgün artaraq vəziyyəti daha da ağırlaşdırır. Valideynlər və kənd sakinləri aidiyyəti qurumlardan problemin tezliklə həll olunmasını, uşaq bağçasının qarşısında yolun təmir edilərək təhlükəsiz və rahat vəziyyətə gətirilməsini xahiş edirlər.